Bölgədə ilk dəfə olaraq Mingəçevirdə ingilis dili həvəskarları üçün tam pulsuz və təmənnasız söhbət klubları yaradılıb. Gənc və təcrübəli ingilis dili mütəxəssisi Arzu Əliyevanın rəhbərliyi altında keçirilməsi nəzərdə tutulan layihə şəhərin və bölgənin tanınmış təhsil mərkəzinin təşəbbüsü ilə gerçəkləşib. İngilis dilinə meyilli olan gənclər burada ən yüksək tələblər səviyyəsində ingilis dili qrammatikasını və danışıq vərdişlərinin öyrənilmə sirlərinə bələd olacaq. Arzu Əliyeva təhsil mərkəzinin əməkdaşı olaraq şəhərdə bir ilkə imza ataraq gəncləri qabaqcıl sertifikasiya yönlü təlimlərlə də təmin edəcək. Ümumiyyətlə qeyd etmək lazımdır ki, hər kəsin ümidlərini və gözləntilərini bu təhsil ocağında ən müasir Yapon və Cənubi Koreya yönlü tədris aparılır. Burada Elmira Xəlilova və Mehin Tahir kimi mütəxəssislər də böyük həvəslə şagirdlərə yoxdan var yaratmağın sirlərini aşılayır. Hazırda ingilis dili müəllimi kimi çalışıram və həm uşaqlarla, həm də böyüklərə tədris təcrübəm var. Dərslərimiz qrammatika, danışıq, IELTS dərsləri və s.dən ibarətdir. Eyni zamanda onu qeyd etməliyik ki, bizim pulsuz söhbət klublarımız olacaq. Bu isə sizin ingilis dili səviyyənizi inkişaf etdirməyə və ingilis dilində daha axıcı danışmağınıza kömək edəcək. Buna görə də bizə qoşularaq dilinizi inkişaf etdirməyi unutmayın. Könül Kazımova, Rahim İbrahimoğlu bugün informasiya proqramı üçün.